Baxın, iki növ oruç tutan var. Biz görmüşük ki, imtahanda şagirdlərə 2 saat vaxt verilir. Həmən 2 saatda şagirdlər yemək, içmək, oynamaq kimi məşğuliyyətlərdən kənarda qalır və o 2 saatda yalnız öz diqqətlərini o imtahana sərf edirlər. O imtahan bitən kimi sanki azadlığa çıxırlar. Baxın, bəzi oruç tutanların misalı buna bənzəyir. Mübarək Ramazan ayı bitən kimi sanki azadlığa çıxırlar. Artıq mənə hər şeyi eləmək olar. Bəzən görürsən ki, bir ay içki içməyən bir şəxs, oruç tutan bir şəxs mübarək Ramazan ayı bitən kimi 3-4 gündən sonra artıq təzədən içki içməyə başlayır. Bu bir növ oruç tutanların halıdır. İkinci növ oruç tutanlar isə əsl oruç tutanlardır. Bu nəyə bənzəyir? Baxın, bir boksçu, bir güləşçi bir ay məşq edir. Onun bu bir aylıq məşqi bir aydan sonra baş tutacaq yarışda bəlli olacaq. Deməli, əsas iş həmin o bir aydan sonraki yarışdadır. Döyüş elə o yarışdan sonra başlayır. Deməli, oruç tutanın da bu 30 gündən sonraki düşüncəsi belə olmamalıdır ki, hə, mən daha azadlığa çıxdım. Xeyr, elə əsas iş bu 30 gündən sonra başlayır. Yəni, şeytanla döyüş, şeytanla mübarizə, nəfslə mübarizə elə buradan başlayır. Deməli, mübarək Ramazan ayı təkcə günahların bağışlanması üçün nəzərdə tutulmayıb. Bu, onun 50%-ni təşkil edir. Məsələnin əsas faizini bu təşkil edir ki, bu ayda elə qüvvət, elə bir güc toplayım ki, əgər gələn mübarək Ramazan ayı mənə nəsib olsa, həmən Ramazan ayına kimi heç vaxt günah eləməyim.